Bu gün Şəhid Anıları Vətən Tanılar layihəsinin 8-ci bölümündə Vətən müharibəsi şəhidimiz Məmmədov Fəridin əziz xatirəsi anılacaq. Mən şəhid anası Məmmədova Kifayət. Kifayət ana, şəhidimizin uşaqlıq illəri necə keçib, necə bir övlad idi, onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Deyərdim ki, Fərid çox fəal uşaq olub. Uşaqlıqdan 2006-cı ildə 1-ci sinifə gedib. 2017-ci ildə orta məktəbi bitirdi. Arzusu hərbiçi olmaq idi. Hər zaman tələsərdi. O, balaca yaşlarında evə kömək olub, öz bazarımızda gedirdi, işləyirdi, evə kömək edirdi. Sonra 2019-cu ildə əsgərliyə getdi, Tərtər rayonuna. Orada xidmət elədi. 2020-in iyulun 1-də əslində Fərid gəlməli idi, amma çünki o gəlmədi, işə müqaviləyə qol çəkdi, hərbiçi olmaq üçün işə başladı. Ailədə münasibətləri necə idi? Xarakteri, şəxsiyyəti? Ailədə böyüklə böyük, kiçiklə kiçik, çox utancaq idi, atasına söz deməzdi. Mənlə elə bir ki, dost idi də, elə bir oğlum yox, dost idik ana-bala. Hər zaman mənə deyirdi sözün, heç nəyi gizlətmirdi. Sizlə münasibətlər daha yaxşı oldu? Hə, çox. Ən çox sevdiyi məşğuliyyətlər nələr idi? Dostları ilə münasibəti necə idi? Çox mükəmməl idi, dostları ilə yaxşı idi. Hər zaman orada olsa da danışırdı. Hətta bir dəfə dostları mənlə yanına da getmişdi Fəridin əsgər zamanı. Onunla bağlı heç unutmadığınız hər hansı bir xatirəni bölüşə bilərsiniz? Deyərdim ki, Fəridin hər günü mənim üçün bir xatirədir. Bir dəfə əsgərlikdə onun yanına getmişdik. Dedi ki, mama, mən gələndə yanıma 2020-in papağını gətir. Mən də hətta ona zarafat elədim ki, Fərid, sən uşaqsan, şəklimiz də var burada. Bu şəkil. Evdə onunla bağlı hansı əşyalar sizin üçün daha dəyərlidir? Onun gülüşü, davranışı sizə nəyə xatırladır? Heç vaxt 8 martda mənə boş qoymazdı. Hər zaman uşaqlığından gedərdi, balaca da olsa mənə hədiyyə alardı. O hədiyyələrdən də yenə özü mənə xatirə qalıb. Bir dəfə bir də yanına gedəndə balaca mənə bayraq verdi. Bir dənə də ürək, toxunma belə ürək verdi ki, mama bu saxla. Özdə pul qabında saxlayarsan o bayrağı. İndi o mənə xatirə qalıb. Fəriddən mənə qalan xatirə odur. Vətən sevgisi və hərb yolu, vətənə bağlılığı necə formalaşmışdı? Hərbi xidmətə münasibəti necə idi? Çox. Şəhid olmamışdan əvvəl son söhbətiniz necə oldu? Biz onu həmişə o hər zaman deyirdi mən hərbiçiyim. Biz onun üstünə getmirdik ki, məsəl üçün hərbiçi olma. Deyirdi ki, öz arzundur, istəyindir, olarsan. Amma çox tələsirdi. Elə bir çox tələsirdi ki, tez böyüyüm, tez əsgər gedim, hərbiçi olum. And ol Allaha, yəni reallıq bu idi də. Hər zaman danışanda da deyirdi ki, gətirərik sənə Kürdəmirə. Deyirdi, yox, mən burada xidmət eləmişəm, burada da xidmət eləyəcəm. Bizə heç zaman bildirmədi ki, məsəl üçün müharibə olacaq. Biz o bilmirdik. Həmin günə qədər bilməmişik. Fərid elə bir oktyabr mən işə gedirdim. Fərid zəng vurdu. Oktyabrın 12-si ad günü idi. Biz ona təbrik dedik. Dedim, mən təbrik düşmür yadıma. Belə bir zəng olmuşdu. Bir də axırıncı dəfə mən xəbərləri izləyirdim. Oktyabrın 14-ü idi. Biz başqa nömrədən zəng vurdu. Dedim, amma bəs set tutmur. Hər şey yaxşıdır. Hamıya salam dua deyərsən, öz üzrə müğayət olun. Son danışığı oktyabrın 14-ü 6-7-yə 5 dəqiqə işləmiş. Belə oldu. 15-ci gün amma günorta şəhid oldu. 16-sı gətirdilər. Heç bizim xəbərimiz yox idi. Allah rəhmət eləsin. Şəhidlərimizə rəhmət eləsin. Amin. Bugün onun valideyni və ya ailə üzvü olmaq sizə nə hiss etdirir? Sizcə bugün Azərbaycan gənclərinə nə demək istərdi Fərid?
Fərid öz qəhrəmanlığını göstərib. Mən istəyərdim ki, bizim gənclərimiz yaxşı yolda qəhrəman olsunlar. Şəhid Allah eləməsin, olmasınlar. Allah ordumuzu qorusun. Allah dövlətimizi qorusun. Bu yaxınlarda da Fərid Rəşadət orderi ilə təltif olub. Allah prezidentimizin canını sağ eləsin. Diqqəti, qayğısı şəhid ailələrin üzərindədir. Allah sizləri də qorusun. Çox sağ olun ki, bugünkü gündə gəlib şəhid ailələrini ziyarət edirsiniz, işıqlandırırsınız. Allah canınızı sağ eləsin. Sağ ol. Borcumuzdan. Burada Fərdin körpəlik şəklidir. Sonra burada Fərdimizin 1-ci sinif qədəm qoyduğu gün çəkdirmişdik. Bu da Fərdimin son zəng şəklidir. Sonra məzuniyyətə gələndə mənim iş yerimə gəlmişdi. Qızlarla şəkil çəkdirdi. Həmişə mənim yanımda olub o qızlar. Bu Fərdimin qol saatdır. Mənə indi xatirə qalıb. Burada da Fərid məzuniyyətə gəlmişdi. Sonra burada biz yanına getmişik. Fərid bu mənə 8 martda almışdı hədiyyə. Yəni bugünkü gündə mənə xatirə qalan budur. Bugünkü gündə bunlar mənə xatirə qalıb. Bu da Fərdin hərbi biletidir. Maaş kartıdır. Bir dəfə, 2 dəfə maaş almışdı. Şəhid olandan sonra bu bizə göndəriblər. Özü üçün yazmışdı nömrələr zat belə. Bu da bizə xatirə qalıb. Bir də jajqalkasını göndərmişdilər. Burada da sağ olsun Yaqut müəllimə kitab çıxartmışdı. Ölümü ömür seçənlər hər zaman bizim yanımızda olub. Dilarə xanım var Bakıda. Ağamsa Nağıyevin nəvəsidir. Bu kitab təqdimatı elədi bizə. 6 şəhid adı qeyd edib kitaba. Fərdin medalları Suqovuşan, Vətən uğrunda, bir də Laçın. Bu Fərdin son zəng gülüdür. 1-ci sinifdə uşağa padarka vermişdi. Güldanla gülləri. Burada şəkillərdir. Bu diplomu da Dilarə xanım verib Bakıdan. Dediyim kimi Fərid 2017-ci ildə orta məktəbi bitirmişdi. Məzun çəkdirmişdi. Şəkillər odur. Vüqar Qurbanov adına Köhnə Bazar kənd orta məktəbində. Fərid burada. Fərid elə bir iyulun dediyim kimi biri gəlməli idi. Hərbi xidmətin başa vurub. Amma işi ilə bağlı gəlmədi Fərid. Avqustun 24-ü o məzuniyyət götürdü. Gəldi bizə qonaqlar da 5 gün, hər gün gəlirdi, hər gün. Bir günlərim bu biraz soyuqlamışdı. Mənim iş yoldaşlarım bizə gəldi. Dedi ki, mama biraz soyuqlamışam, istəyirəm sistem qoşduram. Bu cuşa elə bir ona şahiddir. Burada Fərid evə girmək istəyəndə dedi ki, mama onsuz da mən öləcəm. Mən ona dedim ki, niyə Fərid elə deyirsən? Elə bir Fəridin ürəyinə dammışdı ki, Fərid şəhid olacaq. Yəni belə bir söhbətimiz də olmuşdu Fəridlə. Amma çox tələsirdi. Hər şeyə tələsirdi. Maşına minib gedəndə ən axırıncı gün 29 avqustda o yola saldıq. Maşına minib yola salanda çörükdü mənə baxdı, qəmgin. Sonuncu görüşümüz avqustun 29-u oldu. Ondan sonra Fəridi görmədik. İlk gündə cavanlarımıza deyərdim ki, qəhrəman olsunlar, vətəni sevsinlər, öz tutduğu mövqeləri yolunda düz olsunlar, qəhrəman evladlar olsun.
Allah valideynlərinə gözü dolu görsünlər uşaqların. Heç kimə arzulamaram ki, şəhid ailəsi olsun. Allah bütün şəhidlərimizə də rəhmət eləsin. Şəhid ailələrinə də bolluca səbir versin. Allah sizlərə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.